Sponsor Azad Həyat Reabilitasiya Mərkəzi. Kasıbçılıq ayıb bir şey deyil. Ancaq bir ananın narkoman evladı olmağı ondan böyük, ayıb bir iş yoxdur. Nə deyim, Allah özü kömək olsun hamıya, mənə də, balama da. Bunlara baxalım. Hamısı eşib oxları çıxardı, mislərlərdi. Vay. Bunlara kim çıxardı? Hamısını, heç nə qalmayıb, heç nə. Vəziyyətimiz dur. On ildir bunun için, bəlkə də çox. 2006-dan bunun içindəyik. Neçə il istifadə edirsən? Hardasa 4 ildir. 4 ildir. İndi ağır vəziyyətdə. İndi Çox bax, ağır vəziyyətdə vəziyyətdə. ağır. Çox. Gecə səhərəcən yatmır. Nə halda? Ayağımda da sinir damağına düşmüşəm, heç gəzə bilmirəm, öldürür. Pis gündədir vəziyyət. Kömək istəyirəm, sizdən kömək istəyirəm. Babam gözümün qabağında ölür. Nələr çəkirəm Allah bilir. Ölməyimdən yaxşı. Çox çətindir. Diri gözlü bir balam gözümün qabağında çürüyür. Əziyyət çəkir. Atası var, yoldaşınız var. Yox, yoldaş. Tək saxlayıb öldürəcəm bunları mən. Əziyyətlə, zülümlə bu yerə gətirmişəm. İndi diri gözlü balam ölür gözümün qabağında. Nə zülümlər çəkir körpəm, özüm də ölürəm onunla. Neynir, nə zülmlər çəkir ana? Heç nə. Narkotik istifadə edir, nə əziyyətlər çəkir, nə zülümlər çəkir. Bircə övladım, ümidim odur. O da gözümün qabağında çürüyür. Sən Həmdə Vətən müharibəsində iştirak eləmirsən? Bəli. Başdan zədə almışam, biraz psixoloji problemlər olduğuna görə gəldim, qurşandım narkotikə. Yəni, o da bu da tərk edə bilmirəm, yəni. Həqiqətən də dəhşətli dərəcədə psixoloji pis təsir edir mənə. Arkadaşım beləsinə. Yəni, bütün günü ağrıyıram, çapalayıram, yaşayışım bu, yəni kasıbçılıq, can ağrısı qoymur çıxıb işləməyə, çörək qazanmağa. Neçə yaşın var qardaş? 24. 24. Özüm gəncəm, cavanam, atəfsiyəm. Belə şeylərdən uzaq olsunlar. Çox Əvvəllər çətin bir şey. istifadə eləyirdi oğlunuz, yoxsa Əskərlikdən gələndən sonra eləyirdi. Ancaq indi lap çox pis vəziyyətdədir. Dəli kimi olur, havalanır, özünü neçə dəfə asmaq istəyib. Çox pisdir vəziyyəti, çox pis. Xahiş edirəm, kömək istəyirəm sizdən, yalvarıram. Bir balam var, ümidim odur. Kömək istəyirəm. siz ikiniz də bu evdə qalsan? Bəli, Baxa bəli. bilərik, görək Baxa qaldı. bilərsiniz. Əvvəldən belə yerdə qalsınız? Əvvəl yaxşı idi, remontlu idi, sonra belə günə qaldı da elə də yaşayırıq. 10 ildir bunun için, bəlkə də çox. 2006-dan bunun içindəyik. Neçə il istifadə edirsən? Hardasa 4 ildir. 4 ildir. İndi ağır vəziyyətdədir. İndi Çox lap ağır vəziyyəti vəziyyətdədir. ağırdır. Çox. Gecə səhərəcən yatmır. Nə halda? Ayağımda da sinir damağına düşmüşəm, heç gəzə bilmirəm, öldürür. Pis gündədir vəziyyət. Bəs qışda necə qalırsınız burada? Belə. Soyuq olmur? Soyuq olur, çox soyuq olur. Niyə məcburuq? Qazvız var? Yox, hamısı uşaq kəsib.
Qabaq qazımız var idi, hər bir şeyimiz vardı, işığımız, qazımız, hamısı var idi. İndi heç nəyimiz yoxdur. İşıq var. İşıqda da bir dənə bura gəlir, budur. Böyle peçimiz de oldu, bax. Yeməyi burada pişirirsiniz. Bəli, bəli. Ya çox çətindir, çox. Yəni bunlar bu gün də yaşamağınıza da səbəb mən deyərdim oğlu. Uşaq. Eləmi? Bəli, bəli. Uşaq. Vəziyyətlərə düşmüşük. Soyuducunuz falan var heç olmasa? Var idi də uşağa satıb hamısını. Vay vay vay, soyuducu da yoxdur. Soyuducu yox. Və yeməyi, yağı harda eləyirsiniz? Heç nə, elə belə içində yaşayırım. Biraz üzülüm. Əziyyət. Neçə ildir bu vəziyyətdə belə yaşayırsınız? 1-2 il olar belə ağır. Müharibədən gələndən sonra belə ağır vəziyyətdə yaşayıram. Vay 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 vay. Bəladır da, bəla. Bir bəladır düşmüşəm. Bir bəladır, qutara bilmirəm körpəm. Vallahi qutara bilmirəm uşağımı. Nə qədər eləyirəm. Çətindir, çox çətindir. İşləyib eləyirsiniz siz? İşləyirəm özüm, 300 manat maaş alıram. Çox çətindir mənim üçün. 300 manatı da mən deyərdim ki, hamısını verəcəksiniz. Hamısı uşağa verir. Yemək vermə ancaq Zəhrimarla. zəhrimarla. Hə, başqa heç nə. Heç nə. Və görürsüz əziz izləyicilər, bizə baxan izləyicilər, yəni narkomaniya ailələri nə günə salır, anaları nə günə salır, evləri nə vəziyyətə salır, insanları nə vəziyyətə salır. Budur. Narkomaniya və budur. Narkoman həyatı budur. Yazıq analar. Divara baxın. Hamısı deşib fokları çıxardı, mislərini əridi. Hamısını. Vay 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 vay. Bunlara kim çıxardı? Hamısını. Heç nə qalmayıb, heç nə. Vəziyyətimiz budur. Can ana. Qapıya bax, qapı. Hə. Vəziyyətimiz budur. Çox çətin. Nə alsan da həmin günü onu satır. Nə alsan da həmin günü o satılır. Vəziyyətimiz budur. Çox çətinliklə yaşayırıq. Allah. Neyim, özüm də bilmirəm. Su da gəlmir. Yox, su da gəlir. Xəcalət çəkirsən bu vəziyyətindən Şamil. Əlbəttə. Yəni anavın gününü görürsən qardaş. Əlbəttə. Həm onu pis günə qoyuram, həm özümü valla. Özüm onsuz da pis gündəyəm. O da pis günə qalır. Qıdağı ilə vəziyyətdəyəm, eləyirəm də ağrım dayanmır, ağrıyıram, çapalayıram. Allahım da Allah şahidim amma səhərə kimi çapalayıram, ağrıdan ölürəm. Busan? Bəli. Bunlardır mənə. Namaz qılan dindar insan olmuşam. Oturur hər gün ağlayır. İnan Allaha, ev ağlayır. Mama Vallahi mənə çox pis kömək elə, səhər. mama mənə kömək elə. Mənim də gücüm çatmır ona kömək eləməyə. Kömək istəyirəm, sizdən kömək istəyirəm. Babam gözümün qabağında ölür. Və enerji tərkibli bir şey kimi, yəni başladım istifadə eləməyə. Yəni həqiqətən də elə olub. Yəni elənçinə başlamışam. Elə başladım, sonra dedilər belə bir şey var, şüşə var. Sonra keçdim şüşəyə. Elənçinə bir müddət. Sonra bir müddətdən sonra gördüm əməl başladı, ağrılar başladı. İşləyə bilmədim. İşimdən oldum. Evdə problemlər, psixoloji problemlər, evlə qırğınlıqlar var, belənçinə də, yəni də konkret əsəb. Sonra da ki, getdim, gəldim müharibəyə, biraz zədə-zad aldım. Yəni ondan sonra yenə də bugünkü gün istifadə edirəm, yəni konkret, yəni mənə pis təsir edir. Az qala bizə elə ağrılar olur ki, istəyirəm özümü asımı öldürüm. Yəni iki tərəfli ağrıyıram.
əl çəkmək olmur da, bilmirəm nə qatıblar, nə ediblər. Yəni buradan vurursan, vurmadın, oradan ağlayırsan, soyuq tər gəlir adama. Yəni heç nə eləmək olmur, adicə əl tutmur. Yaxşı fason olur, qalır adam. Yəni mən özüm elə bir uşaq olmamışam, elə bir insan olmamışam. Yəni uşaq vaxtından namaz qılan olmuşam. Yəni buna oturandan sonra konkret də, yəni də bütün nervlər gedib konkret məndə. Yəni bu dəqiqə, yəni beynim ondan başqa heç nə fikirləşmir. Vallahi inanırsan insan o yerə gəlir ki, deyirsən ölsə canım qurtarar. Bu qədər əzab, əziyyət çəkməkdənsə, özü də əziyyət çəkir, mən də onunla bir əziyyət çəkirəm. Zülüm çəkirəm. Gözümün qabağında özüm görürəm ki, ölür, asta-asta bu adam yox olur. Çox zülüm çəkir. Ona görə də vallahi ölsə uf demərəm mən. O qədər cana doymuşam şey. O qədər yorulmuşam. Uzanıram buradan, çapalayıram. Səhərə kimi çapalayıram. Elə olur günlərlə çapalayıram. Elə olur günlərlə çapalayıram. Amma indi 5-dən 3-dən kömək edir. Gedirəm, tapıram, edirəm. Çıxıram məsəl üçün indi. Qonumda, qonşuda daşdan, maşdan belə olur. Daşıyıram, fəhləçil eləyəm, ardası gedib belənçinə. Bir zulumla da, bir sözlə. İşdə yəni. Yemirəm, eləmirəm. Allah, adam istəyəndə, ürəyi istədiyi dükandan girib bir suyu alıb içə bilmir. İmkan vermir də, bu konkret nədirsə imkan vermir, bilmirəm. Yəni bir bəladır, konkret bütün dəyişib mənim, yəni psixologiyamı, özümü bütün dəyişib konkret. Yəni çıxış yolu tapa bilmirəm, konkretmi. Yəni belə yaşamaqdansa valla, elə belə yaşamaq bir abırçılıq da valla, Allah hamd ola. Belə bir şəraitdə qışda mən təsəvvür edirəm buradan soyuq içəri necə girir. Buz olur, buz. Belə də qalırsınız ha? Belə də qalır. Az su da olur bura deyirəm, bura kimi Allah hamd ola. Bura kimi bax su da olur bura. Allah. Çox böyük bir dərddir, çox dözülməz bir dərddir. Yəni diri gözlü balam gözümün qabağında ölür. Çox əziyyət çəkir. Mən də onunla bir əziyyət çəkirəm. Tək qadınam, gücüm çatmır, kömək edə bilmirəm. Çox çətindir, mənim üçün də çətin. Ona görə sizdən kömək istəyirəm, xahiş edirəm, kömək eləyəsiniz mənim balama. Harca xəstəsi olsa, bilərsən ki, Allahdan gələn dərddir, dözərsən. Bu çox böyük bir bəladır, dözülməz bir dərddir. Evdə də heç nəyimiz qalmayıb. Çox pisdir vəziyyəti. Müharibəyə gedəndə biraz yaxşı idim. Getdim müharibəyə, vəziyyətdən orada çıxdım özüm. Getdim, vuruşdum, elədim. Yaxçıda döyüşmüşəm. Prezident adına yaxşı medallarım var. Çox sayda, tərifnamələr, zatlarım var, kitabda varam sonra. Sonra müharibədən gəldim, yenə də beynimə ata bilmirdim bunu. Yenə də gəldim, yenə də qurşandım buna. Biraz da oradan psixoloji problemlər aldım deyə, bu səfər lap ağır istifadəçisi oldum da, belə deyək. Bugünkü gündə konkret, yəni qutara bilmirəm də. Valla belə də ki, burada bu şəraitlə, bu yaşayışla, yəni alınmır da, o imkan da yoxdur ki, gedim özümü müalicə elətdirim. Yəni bugünkü gündə bilmirəm, canımı işləyim, canımın ağrısının tələbatını ödəyim, yoxsa pul yığım, özümü yapam, gedim müalicə elətdirim. Yəni qeyri-mümkündür. Dirənib dayanmışam konkret. Gündən neçə manatlıq istifadə edirsən? O anda 5 manatlıq eləyirəm, qalıram, çapalayıram. Oldu 10 manatlıq. Belə 20 manata kimi eləyirəm də olanda. Olmadı, ağlayıram, çapalayıram. Çox çətindir valla. Bu narkomançılıq çox pis bir şeymiş. Heç kimə tövsiyə görmürəm. Ağır bir sınaqdır. Valla. Ana üçün də valla. Görürəm ki, get-gedə anamı da aparam dalınca. Yəni anam da pis günə qalır.
İnsanı bütün kişilikdən, mənlikdən, hər bir şeydən salır, hörmətdən. Valla küçədə keçəndə baxırsan ki, məsəl üçün balaca uşaqdır, insan salam vermək istəmir ki, bu narkomandır. Narkomanın adı üstündədir. Biri görsən, indi məsəl üçün biraz salamatı bilirsən, yara-xora verir, irin çiç tökülür bütün qollardan. Biabırçılıq, nə adam içinə çıxmaq olur. Bir də elə bir maddədir ki, insanlar içindən qaçırdır adamı. Ancaq istəyirsən, girəsən, oturasan bir güncdə, belənçinə. İynəsini vurursan? Bəli, bəli. İynəsini vurulan. Birinci başladım çəkməklə. Sonra gördüm çəkməklə çox gedir də, yəni də çatdıra bilmirəm. Sonra keçdim iynəyə. Elə bir o çəkdiyimi iynədə 2 dəfə istifadə edirdim. Bir müddət belə dedim yaxşıdır da ki, belə az istifadə olunur da. Demək bu daha da böyük bir bəlaymış. Bu daha da məni uçuruma apardı, pis günə qoydu məni. Bir ara demirəm, qollarım, başım bütün izləri qalıb hamısının. Bütün yara-xora vermişdi. Bu şeyinə qatırlar, neynirlər? Bilmirəm. Atası olub bu narkoman? Yox. Atası Dayıları elə- falan? Yox. Bizdə Heç elə kim? şey olmayıb. Heç bir var. Gəldi bu oldu. Heç bir dənə bu uşaq belə oldu. Bir dənə bizdə bu olub belə. Mənim heç ailəmdə, nəslimdə belə bir şey yoxdur. Məhlə hamısı bu gündədir. Məhlə, hə? Məhlə hamısı bu gündədir. Bülbülə Əmircan, eləmi? Hamısı, hə, bizim kənd bütün hamısı bu vəziyyətdədir. Oyda. Qıraqdan baxan çoxan adam deyir ki, nə var ki, girəvə çıxardan da, yəni olmur da, dəfələrlə sınamışam, olmur. Yəni atma olmur, konkret beyindən yəni belə atma olmur müalicəsiz, qeyri-mümkündür. Ev şəraiti ilə alınmır. Özdə bu cür şəraitlə vəziyyət çətindir. Bəs yaxşı müalicə alıb gələndən sonra nətər olacaq? Harda qalacaqsan? Yenə burada qalacaqsan da? Burada qalaram, yəni indi işləyərəm. Bir gün televizyon alaram, nə bilim, bir gün xaldenkini alaram. Ən azından bir televizor olaraq baxaram, televizora baş qarışar. Yəni bu elə bir maddədir ki, bu istifadə eləmədiyin sıxıntılar olur insanda. Özü gün orta vaxtı olur. Onun ki, birası dəhşət sıxıntı olur insanda. Az qala insan özünü öldürsün. Özü burada belənçinə nə televizor var, televizora baxasan. Açıqda nə telefon var ki, telefona baxın. Uzanıram səhərdən axşama kimi, ancaq göyə baxıram. Yəni belənçinə konkretdir. O da ki, konkret mənə yəni bu şey pis təsir edir də, psixoloji bütün nervlərimi pozub konkret. Valla bu dəqiqə bütün ciyərim, başım, stroydan çıxardım hamısını, danışa bilmirəm, nəfəs ala bilmirəm. Konkret bütün nervlərimi pozub, biraz danışıram, gözlərim dolur. 3 il bundan qala bilsəydin belə olacaqsan, eləyərdin? Xeyr, heç vaxt. Yenə də deyirəm, yəni mən bunu Allaha and ola, bunun adını bilməmişəm maldır, yəni mən bunu istifadə eləyəndə. Yəni bilsəydim bəlkə də eləməzdim. Nə bilmirsən bəs? Enerji tərkibli bir şey kimi tanıtdırıblar mənə. Kim tanıtdırıb? Bu şəhərdə uşaqlar var idi iş yerində. 4 ilin söhbətindən eləyirəm də belə sənə. Orada elə öyrənçin olub, orada şofer köməkçilərindən belənçinə. Halsızlıq olub, salam mələkimiz olub, belə tanışlıq olub orada. Deyiblər, hə, belə bir şey var, halsız olmuşam, işləyə bilməmişəm. Deyib, belə bir şey var, hə, elənçini orada eləmişəm elə. Elə. Bir də ayıldım ki, qara gündəyəm, pis gündəyəm. Bütün işimdən oldum, nə bilim, hər şeydə, ona borc, buna borc. Valla. Ondan borc alırsan ki, məsəl üçün 3 günə verələm, qaytarma olmur axı. Əlbə pul gələn kimi yenə də tələbat var axı, can ağlım var.
yalvarıram, xahiş edirəm, sizdən kömək istəyirəm. Mənim bir balama kömək edin. Balam gözümün qabağında ölür. Çox çətin. Allah bu narkotik çıxardan bəlasını versin. Vallahi insanın həyatını bütün alt-üst eləyir, evin, ailəsinin. Vallahi. Bir gözlü balam ölür gözümün qabağında. Kömək istəyirəm hamıdan. Əgər sizin də ətrafınızda narkomaniyadan əziyyət çəkən, alkoqolizmdən əziyyət çəkən insanlar varsa, buyurub müraciət edə bilərsiniz. Azad Həyat Reabilitasiya Mərkəzi. Nurlan, Yunus və Hikmət Azad Həyat Reabilitasiya Mərkəzində müalicə alırlar. Nurlan, neçə vaxtı müalicə alırsan? 184 gün, 6 ay, 4 gün, Neçə vaxt idi istifadəçi idin? 14 il. 17 il ağır istifadəm olub. 1 ildir ki, ayığam, təmizəm, şükür Allaha. Yəni sağalma mümkündür də. Çıxış yolu var, o da yeganə reabilitasiya qardaşım, yardım proqramı. Ben 25 ildir istifadə edirəm qardaşım. Tramadol vururduk qardaş, laşatka, fleşkublu. Burada sağalmaq olur, mümkündür. Çünki burada Allahın nəzəri var. İnanın, gəlin, sağalın. Kurs bizdə müalicə 6 aydır və insanlarımıza, xalqımıza müraciət edirəm ki, ümidinizi itirməyin. Azad Həyatda Reabilitasiya Mərkəzində narahat olmayın, öz evladınızı bizə etibar eləyə bilərsiniz.